Ve ikinci hissəyə başlayırlar. Dinamo Moskva ve Rofum komandası. İkinci hissəyə oyun başlayır. Ve oyuna Həsən başlayır. Yusif icazə vermir. Yusifdən qapıya doğru zərbə, amma top qapıdan kənara çıxır. Yusif topu alabiləcəkmi? Yusif götürür. Səid onun qarşısında uzun ötürmə Əliağa istiqamətinə. Əliağa 1'ə 1, amma Əliağaya nəsə oldu qoluna. Out. Zaman. Yusif'ten uzun ötürmə qapı istiqamətinə və Yusif xeyr. Halil topa çatdı, amma qapıdan kənara çıxır. Küşdən zərbə. Yusif ötürmə, Yusif'ten qapıya doğru zərbə. Top qapıdan kənara çıxır. Qapıdan zərbə. Ve Amir ve Küşdən zərbə. Küşdən zərbəni Yusif başlayır. Ramos'u görür, ama Amir'i de gördü. Amir'den qapıya doğru vuracak mı? Vura bilmedi. Pauza etti. Amir ve Halil'den qapıya doğru zərbə, ama top qapıdan kənara çıxır. Qapıdan zərbə. Amir alabiləcəkmi? Halil'den top out'a çıxır. Out. Dinamo Moskva. Həsənə doğru, Həsəndən Amir topu alır, ama yeniden Həsən götürür. Həsən Amir'i tutur, ama onlar yere yıkılırlar. Yusif'ten uzun ötürmə mi deyim Halil istiqamətinə ve top kapıdan kənara çıxır. Kapıdan zərbə. Yusif topu alabiləcəkmi? Yusif pauza edir, ama top kapıdan kənara çıxır. Və Ramos topun qarşısını kəsir, amma Səid Ramos'dan təhlükə sovuşur və Halil topu götürə biləcəkmi? Out Rofum. Halil oyuna başlayır ve Yusif istiqamətinə. Yusif'ten uzun ötürmə ve gol. Hesap 15. Merkezden oyuna başlayırlar. Həsən ve Yusuf'un çəkişməsindən. Ve Ramos yere yıkılır ve Amir'den out Rofum. Yusuf oyuna başlayır. Xeyr. Halil'den Yusuf istiqamətinə. Yusif'ten uzun ötürmə, 2 nəfər qalır, ama top kapıdan kənara çıxır. Kapıdan zərbə.
Ramos ve Yusif. Yusif'ten birinde keçir ama yine Yusif'tedir top. Yusif golü vurur. 16. Rofum aradaki golların fərqini biraz daha azaldır. Merkezden başlamırlar ama bu gol değil. Yusif istiqamətində Yusif'ten ötürmə olacaq mı? Sait ve Yusif sanki güləşirlər. Bu fürsətten istifadə edib Dinamo Moskvanın oyuncusu bir gol daha vurur. Hesap 11-6. Ramos'tan ötürmə Yusif'ten birbaşa kapıya doğru zərbə ama top kapıdan kənara çıxır. Nəzərinizə çatdırım ki, ikinci hissənin 7-ci dəqiqəsi davam edir və hesab 11-6 Dinamo Moskvanın xeyrinədir. Və Halil pres edir. Uzun ötürmə və Daniel'dən top kapıdan kənara çıxır. Ramos pauz edir. Yusif. Üstdən ötürmə Ramos istiqamətlə. Ramos'tan öne doğru ötürmə və köşkdən zərbə. Yusif kapıya doğru zərbə vura bilmir. Kapıdan zərbə. Uzun ötürmə və out. Rafım. Üstten Ramos'a doğru ötürmə. Ramos'tan yeniden Halil. Halil'den Yusif geriye verir. Halil topu ram eləyir ve Halil ilerleme istəyir. Halil'den Yusif'ten uzun ötürmə və köşkdən zərbə. Köşkdən zərbə. Kapıya doğru zərbə və 17 olur hesap. 11-7 olur hesap. Ve 11-7 olur hesap. Dinamo Moskva mərkəzdən deyil də qapıdan başladığına görə vurduqları gol sayılmır. Hesap 11-7 olur. Və indi Halil və Raul'un çarpışması, Raul'un zərbəsi ama top qapıdan kənara çıxır. Yusif'ten Halil istiqamətlə. Daniel topu götürür. Yusif ve top kapıdan kenara çıxır. Oyunun 10. dəqiqəsi. Hesap 11-7. Yusif tek başına geçmeye çalışır ama
Top hazırda Raul'dadır. Raul'dan bir pauza. Raul'dan Maksuda doğru ötürmə və gözəl bir gol. 12-ci gol gəlir. Hesab 12-7. Mərkəzdən başlayırlar. Yusifdən Halil istiqamətində ötürmə. Halil və Əliyağa Yusif. Yusif pauzasından hey! Ştraf! Ştraftı! Yusif topu götürür ama top kapıdan kenara çıxır. Kapıdan zərbə ilə Dinamo Moskva komandası oyuna başlayır. Uzun ötürmə. Yusif topun qarşısını kəsir və Yusifə doğru ötürmə. Yusif və 12-8 olur hesab. Yusif'in gol sevincini görürük ama Yusif'ten qapıya doğru zərbə və Əliyağadan Halil və Yusif'dən çıxır top. Maksud'dan qapıya doğru zərbə ama out. Xeyr, qapıdan zərbə. Arif oyuna başlayacaq. Yusif'dən Maksud'un Raul topu getirir, qapıya doğru zərbə ama Yusif oyuna başlayır. Yusif ve Raul. Yusif ve Daniel'in kaçtırması. Out Rofum. Yusif'ten Raul'a keçir ama Maksud'dan uzun ötürmə. Halil topu kapıda niye belə oynuyorlar ve Yusif'e doğru. Yusif ve Maksud'un kaçtırmasında Raul istifadə edib öne çıxır. Yusif'ten uzun ötürmə. Top Raul'a deyib kənarlaşır. Maksud yeniden out'a başlayırlar. Atrofum Əliyağa öne çıxır ama Yusif onu görmür. Yusif oyuna başlayacak mı inşallah?
Raut Rofum. Ya doğru zərbə, Əliağa qaydan topa zərbə vurur, amma Küşdən zərbə. Qapıya doğru vurur, amma qapı boş değildi. Və Əliağa Raul'la tək-bətək qalır və hesab 13-8 olur. Yusif'ten Ramos'a. Ya doğru zərbə və 14-8. Və İbrahimdən Yusif'ə. Yusif'dən uzun ötürmə. Raula toxunan top. Daniel'lə Halil və Ramos, Raul'dan növbəti gol gəlir. 15-8. Yusif nə eləmək istəyir bilinmir. Daniel'i keçir, amma Raul bundan istifadə edib. Hesab 16-8 olur. 16-8. Yusif'ten Kapıya doğru zərbə, amma Amir və Yusif Daniel'lə Yusif'in çəkməsindən top qapıdan kənara çıxır. Daniel'dən uzun ötürmə, Ramos onu gördü və Yusif'dən zərbə, amma ötürmə kimi alınır və Ramos yerdə qalır. Yusif'e doğru ötürmə, Yusif'ten və 17-ci gol gəlir. Səfərli 9-a qalxır. Yusif ötürmə, Yusif tək başına gol vura bilmədi. Və out. Ramos istiqamətində Amirdən Yusif ötürmə.
Yusifdən qapıya doğru zərbə, amma top qapıdan kənara çıxır. Amirdən qapıya doğru zərbə, top qapıdan kənara çıxır. Halil, Raul tutulması tutmur. Raul irəliləyir və Yusif və Maksun qarşıdurması və müdafiəçilər topu ram edir. Yusif topu götürür və qapıdan. Hasan Seyit Tuğan, Hasan Tuğan. Seyit Tuğan. Allama. Daniel Tuğan, Daniel. Şu Daniel. Buraya gelsin Daniel. Gel. Хорошо, молодец. Молодец. Начинай. Hasan иди. Иди в сторону. Hasan, оттуда. Сядь, ходи вперед. Угол, Hasan, угол начинай. Hasan начинай, сядь, ходи вперед. Сядь, ходи вперед. Сядь, твой. Hasan твой. Və ikinci hissənin də sonuna gəldik. Hesab fərqi 18-8. Dinamo Moskva komandasını təbrik edirik. Gələn çəkilişlərə dək.